Salam, hər vaxtınız xeyir olsun. Mən Səvər Rəşidov. Bu videoda sizə üçbucaqlar mövzusunun yalnız 2025 test toplusunda olan suallarını işləyəcəm. Birinci sual. Uzunluğu 40 olan düz xətt parçası hər hansı düz xəttlə 60 dərəcədə bucaq əmələ gətirir. Hər hansı düz xətt uzunluğu 40 olan parça olsun, hər hansı düz xəttlə 60 dərəcədə bucaq əmələ gətirir. Bu bizim AB parçamızdır. Uzunluğu 40'dır. Bu parçanın düz xətt üzərindəki proyeksiyasını tapın deyirsə, proyeksiyanı görmək üçün hündürlüyü endirəcəksiniz. Parçanın müstəvi üzərindəki ucundan perpendikulaya qədər məsafəyə proyeksiya deyilir. Bu, həmin parçanın proyeksiyasıdır. Onda bura 30 dərəcə olacaq. 30 dərəcələ bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər olduğuna görə bura olacaq 20C variantı. İkinci sualda A12 verilibdir. Alfa 30 dərəcə verilibdir. Beta 60 dərəcə verilibdir. 60, 30, onda bura 90 qalacaq. Deməli, bu düz bucaqlı bucaqdır. Düz bucaqlı bucaqdırsa, 30'un qabağı 12-dirsə, 60'ın qabağı 12 kökdə 3'dür. 60 dərəcəli bucaq qarşısındakı katet digər katetin kökdə 3 mislidir. Düz bucaqlı bucaqda hipotenuza çəkilmiş hündürlük 1'dir. Düz bucaqlı bucaq çəkirik. Hipotenuza çəkilmiş hündürlük 1'dir. Hipotenuza hündürlük çəkdik. Bunun uzunluğu 1'dir. Katetlərindən biri 2'dir. Bura olsun 2. Üçbucağın iti bucaqlarını tapın. Bu aşağıdakı bu üçbucaq 90 dərəcə olduğuna görə düz bucaqlı bucaqdır. Bu üçbucağın, aşağıdakı üçbucağın hipotenuzu 2'dir. Bir de bunun katetidir. Onda bura 30 dərəcədir də. 30 dərəcədir ki, hipotenuzun yarısı 1 olubdur. Hipotenuz 2'dir, katet 1'dir. Bu aydındır mı? Biri var 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər deyəsən. Bir de var zaten katet hipotenuzun yarısı olduğuna görə deməli bura 30 dərəcədir. Onda digər bucaq olan olacaq 60 dərəcə olacaqdır. 30-60 A variantı. Düz bucaqlı bucaq çəkirik. Hipotenuza çəkilmiş hündürlük 3'dür. Hipotenuza hündürlük çəkirəm 3'dür. Katetlərindən biri 6'dır. İti bucaqları tapın. Bu aşağıdakı 3 bucaq düz bucaqlı bucaq olduğuna görə bura 30 dərəcə olacaq. Çünki hipotenuz 6'dır. Bu aşağıdakı 3 bucağın hipotenuzu 6'dır. Kateti 3'dür. Deməli yarısıdır. Yarısı deməli 30 dərəcədir. Onda bura olacaq 60 dərəcə. 30-60 C variantı. Böyük üç bucaqda düz bucaq olduğuna görə onun bucaqlarının cəmi, iti bucaqlarının cəmi 90 dərəcə olmalıdır axı. Ona görə 1.30 olanda öbürü 60 olur. Düz xəttdən 6 cm məsafədə yerləşən nöqtə. Bu düz xətt olsun. 6 cm məsafədə yerləşən A nöqtəsi. Yəni hündürlük endirsəm, bu hündürlük 6'dır. Hər birinin uzunluğu 10 olan 2 mal çəkilmişdir. Birini sola çəksək, birini sağa çəksək, hər birinin uzunluğu 10'dur. Maillərin oturacaqları arasındakı məsafəni tapın. AB mailinin oturacağı B nöqtəsidir. AC mailinin oturacağı C nöqtəsidir. Oturacaqlar arasındakı məsafəni tapın, yəni bizdən BC-ni soruşur. Bu Pifagora görə bura 8 olacaq. Sağdakı Pifagora görə bura 8 olacaqdır. Pifagor teoreminə görə. BC də olacaqdır 16. Yine 63 nömrəli sual düz xəttdən 6 cm məsafədə yerləşən nöqtədən A nöqtəsi məsafə, yəni perpendikulyar 6'dır. 2 bərabər mail çəkilmişdir. 2 bərabər mail olduğunu deyir. Deməli bu bərabərdir. AB maili, bir də AC maili. Maillərin oturacaqları arasındakı məsafə 16'dırsa, bərabər yanlış bucağın hündürlüyü olduğuna görə 8 olacaq. Yəni 16'nı 2 yerə böləcəm. BC bizdə şərtdə 16 verilibdir. 6, 8 Pifagordan bura 10. 6, 8 Pifagordan bura 10. Maillərin uzunluğunu soruşur. Pifagordan 10 tapır. 65-ci sual. Sinüs alfa 5'in 41'ə nisbətidir. Bura alfa verilibdir. Normalda sinüs alfa qarşıdakı katetin hipotenuza nisbətinə bərabərdir. Yəni A'nın C'yə nisbəti.
5'in 41'e nisbəti bərabərdir A-nın C-yə nisbəti. Bu aydındır. Bu şərti verməklə bizə demək istəyir ki, bu üçbucaq düzbucaqlı üçbucaqdır. Çünki şərtdə 90 dərəcə göstərməyibdir. Deməli, çarpaz vuracağıq və yaxud da A-nın yerinə elə 5, B-nin yerinə, C-nin yerinə 41 qoya bilərəm də. Bəli. Burada A-ya 5K, A-nın qabağında 5 var, C-yə də kökdə 41K, heç K deməyə də ehtiyac yoxdur. Amma yenə də daha doğru həll üçün yazıram. A-nın yerinə 5K, C-nin yerinə kökdə 41K. Pifaqor teoreminə görə B kvadratı bərabərdir C kvadratı minus A kvadratı. Yəni C-nin kvadratı 41K kvadratı minus A kvadratı 5K'nın kvadratı olacaq. Bir saniye. Olacaqdır 25K kvadratı. 41K kvadratından 25K kvadratı çıxanda 16K kvadratı qalır. B'də olurmu? 4K. A 5K'dır, B 4K'dır. A var bizdə, B var bizdə. 3A topla B, suala cavab verirəm. 3A edəcək 15K, topla B edəcək 4K, bölünsün 2A edəcək 10K, minus 2B edəcək 8K. 10K çıx 8K, 2K, 15 topla 4, 19. 19 da 2'ye bölündə 9,5. Kosinüs alfa bitişik katetin hipotenuza nisbətinə bərabərdir. Bu şərti verməklə bizə demək istəyir ki, bu düzbucaqlı üçbucaqdır. Kosinüs alfa bərabərdir B-nin bitişik katetin hipotenuza C-yə nisbəti. Kosinüs alfanın yerinə yazıram 7 bölünsün kökdə 58 bərabərdir B-nin C-yə nisbəti. Buradan da B bərabərdir 7K-ya, C bərabərdir kökdə 58K-ya. Aparıb yerinə qoysam, deməli A kvadratı bərabərdir C kvadratı minus B kvadratı Pifaqor teoremi. A kvadratı bərabərdir C kvadratı, yəni 58K kvadratı minus B kvadratı, yəni 49K kvadratı. A kvadratı bərabərdir 9K kvadratı, A bərabərdir 3K. A'nın yerinə deməli 3K qoyacağım. Deməli B'nin yerinə 7K qoyacağım soruşduğu sualda. 4B yəni 28K minus A yəni 3K bölünsün sualda yerinə qoyuram A plus B yəni 3K topla 7K. Məxrəc eləyəcək 10K, sürət eləyəcək 28 çıx 3. 25K, K'lar ixtisar gedər. 25 ona böləndə 2,5. 7-ci sualımız CD bərabərdir DY-yə. Deməli CD bərabərdir DY-yə. AC 12'dir. Verilmiş üçbucaq C bucağı 90 dərəcə düzbucaqlı üçbucaqdır. YB 8'dir. Bura 8'dir. CD-ni tapın. Əvvəlcə görməlisiniz ki, üçbucaq ACD kongruentdir üçbucaq ADY-yə. Üçbucaq ADY. Ona görə kongruentdir ki, bu üçbucağın burasına A desəm, burası da A'dır. Bu üçbucaqların katetləri bərabərdir. Hər ikisinin hipotenuzu nədir? Hər ikisinin hipotenuzu AD-dir. Hipotenuzlar da bərabərdir. Bir katetləri bərabərdirsə, hipotenuzları bərabərdirsə, digər katetlər də bərabər olacaqmı? Yəni bura 12 olacaqdır. Onda ətraflı düşərsə belə yazarıq ki, kongruent olduğundan AY bərabərdir 12'yə. Onda böyük üçbucağın hipotenuzu bura olurmu 20? Pifaqor teoreminə görə 12'nin kvadratı topla BC-nin kvadratı böyük üçbucağa. Üçbucaq ABC'yə tətbiq edirəm. Pifaqor teoremi. 12'nin kvadratı topla BC-nin kvadratı bərabərdir 20'nin kvadratı. Buradan BC-nin kvadratı bərabərdir 20'nin kvadratından çıxıram 12'nin kvadratının 256 qalacaqdır.
BC olacaqdı 16. BC oldu 16. Şimdi şagirdlər, buradan bura qədər nə tapdıq? 16. Bura qədər A demiş isə, bura olar mı? 16 minus A. Cəmi 16 olsun deyə. Üçbucaq DYB-yə baxırıq. Üçbucaq DYB necə üçbucaqdır? Hipotenuzu 16 minus A olan, katetləri A və açısı olan düzbucaqlı üçbucaqdır. Tətbiq edirəm Pifaqor teoremi. A kvadratı topla 8-in kvadratı bərabərdir 16 minus A-nın kvadratı. Deməli, açanda 256 minus 32A, yəni 16-nı A-ya vurub 2-yə vurdum. Topla A kvadrat. Bu da A kvadratlar ixtisar getdimi? 32A mənfidir. Bərabərliyin sol tərəfinə keçsə, 256, 64 də sağ tərəfə keçsə, minus 64 olacaqdır. 256-dan 64 çıxanda 2, 9, 192, A-da bərabər olar. Bilmirəm neçədir. 192-ni 32-yə böləcəyik. 8 dəfə, 9 dəfə, 7 dəfə, nə bilim. 5 dəfə eləsə 166 dəfə. 6 dəfə 2012, 6 dəfə. A oldu 6. CD-ni soruşur, CD. Bəli, CD-ni soruşur, CD bizdə A-da ilə 6 olacaqdır. Yəni cavab 6 oldu. Bu 77 idi. 93 nömrəli sualı yeni sualdır. Deməli, AB 20, AD 16, DC 5 verilibdir. Sonra bunların üçünün bərabərliyin veribdir. Şərtdə bunların üçünün bərabərliyin veribdir. BC-ni tapın. Bu sualın mənim ağlıma gələn ilk həlli B-ni D-yə birləşdirməkdir. B-nin D-yə birləşdirəndən sonra mən BD haqqında heç bir fikir yürütmürəm. Demirəm BD hündürlükdür, BD mediandır, BD tənböləndir. Heç bir fikir yürütmürəm. Bu aydındır. Sadəcə B və D nöqtələrini birləşdirdim. B və D nöqtələrini birləşdirəndən sonra diqqətinizi yönəltmək istəyirəm üçbucaq BDC-yə. Üçbucaq BDC-yə baxanda görürük ki, şərtdə DY median verilibdir. Çünki DY qarşı tərəfi yarıya bölüb bax. DY mediandır. Fikir versəniz, bu qarşı tərəfi yarıya bölməklə yanaşı, yəni bura x desək, bura x desək, burada x olacaq. Onda BC həmən üçbucağın BC tərəfi 2x-dir. DY tərəfi də onun yarısına bərabərdir. Yəni x-dir. Bir üçbucaqda tərəf median tərəfin yarısına bərabər olduğundan median tərəfin yarısı, onun sözünə yazmaq lazımdır şagirdlər. Bir üçbucaqda median tərəfin yarısına bərabərdirsə, deməli bu üçbucaq düzbucaqlı üçbucaqdır. Hətta o median düzbucaq təpəsindən çıxır. Yalnız düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısına bərabər olur, yəni tərəfin yarısına bərabər olur. Aydın olurmu? İstənilən üçbucaqda, daha düzbucaq üçbucaq çəkməyək, istənilən üçbucaqda median x-dir, tərəfdə x bölünübsə, yəni median x-dirsə, tərəfdə 2x-dirsə, deməli bura 90 dərəcədir. Bu ancaq düzbucaq üçbucaqda mümkündür. Yalnız düzbucaq üçbucaqda median tərəfin yarısına bərabərdir. Buranın 90 dərəcə olduğu şərtlərdən çıxdı. Bu aydındır. 90-ın qonşusu 90-da, burada 90-dır mı? Bura A desəm Pifaqor teoremindən A-nı tapa bilərik mi? Yəni A kvadratı bərabərdir 20-nin kvadratı minus 16-nın kvadratı. 144 eləyəcək, A da olacaq 12. Artıq bunlar bizə lazım deyil, bu x-lər bizə lazım deyil, x-ləri də axtarmırıq zaten. Tamam. İndi bu A-nı tapdıq 12, artıq 90 olduğunu bilirik. BC-ni tapacaq Pifaqor teoremindən. BC kvadratı bərabərdir 12-nin kvadratı topla 5-in kvadratı. Yəni ətraflı ancaq belə yaza bilərəm. BC olacaq 13. Deməli, bu ətraflı yazsaq, sözünə yazacaq ki, BDC üçbucağında DY medianı BC tərəfinin yarısına bərabər olduğundan bu üçbucaq düzbucaqlı üçbucaqdır. Sinuslar, kosinuslar teoremi. Bu da axırıncı başlığımızdır. Deməli, ADY bərabər tərəfli üçbucaqdır. Onda bura 60 dərəcədir.
Bura 60 derecedir. Bir de A bucağı 60 derecedir. Ümumilikdə A bucağı 60 derecedir. Tamam. ACB düzbucaqlı üçbucaqdır olsun. DF FY 4'tür. DF 4'tür. FY 4'tür. Onda belə çıxır ki, AF həmən bu bərabər tərəfli üçbucağın medianıdır. 4 bölübdür. ADY bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın medianı həm də hündürlükdür. Onda bura 90'dır. Bura 90'sə bura 30 dərəcə qalırmı? Bura 30 dərəcədirsə bura böyük üçbucaq, düzbucaqlı üçbucaq olduğuna görə burada 60 dərəcə qalırmı? Sonra bu üçbucaqda 30'un qabağı 4-dürsə hipotonu 8'dir. AF FB'ye bərabərdir. AF FB'ye bərabərdir. Aha. Bu arada tərəfimiz 8'dirsə burada 8'dir. Bərabər tərəf üçbucağın tərəfi 8 tapmışıq. 4 8'i də. Sonra bu rəhlədiyim bu üçbucaqda 30'un qabağı 4'dürsə 60'ın qabağı 4 köşdə üstümü. AF də FB'ye bərabər verdiyinə görə burada 4 köşdə üstümü. Bizdən BC-ni soruşur. Fikir verin, oradakı düzbucaqlı üçbucağı kənara çıxardım. Diqqətlə baxın. Bu düzbucaqlı üçbucağı kənara çıxartdım. Yəni bura 30'dur. Bura 60'dır. AF ilə FB, yəni 4 köşdə 3, 4 köşdə 3, 8 köşdə 3 də həmən üçbucağın hipotenuzudur. 30'un qarşısındakı tərəf soruşur. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni x bərabərdir 8 köşdə 3'ün yarısı. Yəni 4 köşdə 3. Nömrəli sual. Deməli 10'dur, 15'dir. Sinüs alfa bölünür beta bölünsün sinüs alfanı soruşur. Aha. Sinüslər teoremini tətbiq eləyəcəm. Tərəf-tərəfə böləcəm. İlk ağla gələn budur da. Deməli 10 bölünsün sinüs beta sinüslər teoreminə görə tərəfin qabağındakı bucaq varsa 10 bölünsün sinüs beta bərabərdir 15 bölünsün sinüs alfa yaza bilərik. Hı -hı. 15 bölünsün sinüs alfa yaza bilərik. Burada da elə bir-birinə bölə bilərəm də. Yəni məxrəci məxrəcə, sürəti sürətə. Yəni demək istəyirəm ki, A bölünsün B 3 bölünsün 4-dürsə, A bölünsün 3 bərabərdir B bölünsün 4 yaza bilərəm. Sürəti sürətə, məxrəci məxrəcə. Onda sinüs beta bölünsün sinüs alfa bərabərdir 10 bölünsün 15. 10 bölünsün 15. Yəni 2, 3. 2 bölünsün 3, Y variantı. 21. sualımız. ABC üçbucağında B və C bucağının tənbüllərinin K nöqtəsində kəsilir. ABC üçbucağı çəkirik. B və C-nin tənbüləni K-da kəsilir. Bu tənbüləndir, bu tənbüləndir. BK 12 veribdir. KC 5 veribdir. Soruşur BC parçasının uzunluğu. Tənbölünün arasında qalan bucağın düsturuna görə bucaq K bərabərdir 90 dərəcə üstə gələk tənböldən çıxmayan bucağın yarısı. İki tənbölün arasında qalan bucağın düsturu var. Bunu əzbərləməyiniz məsləhətdir. 90 topla bucaq A bölünsün 2. Onda belə çıxır ki, bucaq K kör bucaqdır. 90 plus A bucağı nə olursa olsun 90 üstünə gələndə kör bucaq olunacaq da, eləmi? Kör bucaqdır. Onda BKC kör bucaqlı üçbucaqdır. Aydın oldu. Bucaq K kör bucaq olanda BKC kör bucaqlı üçbucaq olacaqdır. Kör bucaqlı üçbucaqda üçbucaq bərabərsizliyi Pifaqordan böyük, zəmindən kiçikdir. 12'nin kvadratı topla 5'in kvadratı Pifaqordan böyük, 12 plus 5'dən kiçikdir. Buradan 13 alınacaq. Buradan da 17. Deməli burada var 14, 15, 16. Ən kiçik natural qiymətini tapın. 14A variantı. AB 5'dir. BD 5'dir. DC 4'tür. Tamam.
BC parçasının uzunluğunun en kiçik qiymətini tapın. Deməli, burada bu ABD bərabər yanlı üçbucaq olduğundan bu bucaq kesinlikle itidir. Bərabər yanlış bucağın oturacağı nə bitişik bucaqlar bərabərdir və iti ola bilər də. Bərabər yanlış bucağın oturacağı bitişik bucaqlar kör ola bilməz axı. Çünki körləri cəmləyəndə 180 aşacaqdır. İtinin qonşusu onda nə olacaqdır? İtinin qonşusu kör olacaqdır. Bucaq D kör bucaqdır. Bucaq D kör bucaqdırsa, onda BDC kör bucaqlı üçbucaqdır. Kör bucaqlı üçbucaqda üçbucaq bərabərsizliyi. Pifagordan böyük 5'in kvadratı topla 4'ün kvadratı kiçikdir cəmindən 5 plus 4. 16 bu da 25. Kök altında 41 x 9. 41'den çıxar 6,5 falan mı? 36'dan 6 çıxsa bundan 6'dan böyük ədəd çıxacaq. En kiçik natural qiyməti 6,5'den sonraki ədəd 7'dir. Deməli bu cavab 7 olduğu A variantı. 33. sualımız BY, CY beraberdir. Bura beraberdir. AD 12'dir. CD 5'tir. C bucağı bura alfa desək, alfa böyükdür 45 şərtdə verilibdir. AB'nin en kiçik tam qiymətini tapın. X'in ala biləcəyi en kiçik qiymət soruşur. Bayaq sualdakı kimi B'ni D'yə birləşdirirəm. Yine BD'nin ne olduğu hakkında hiçbir məlumatım yoktu. Ama fikrinizi yine bu BDC üçbucağına yönəltsəniz, görərsiniz ki, bu üçbucaqda DY nədir? Hündürlük. Həm də nə kimi verilibdir? Median kimi verilibdir. DY həm hündürlükdür, həm də mediandır. Onda bu üçbucaq bərabər yanlış bucaqdır. Ancaq bərabər yanlış bucaqda median həm də hündürlükdür. Onda bu üçbucağın yan tərəfləri bərabərdir. Yəni burada 5'dir. Və oturacağı bitişik bucaqları bərabərdir. Yəni bu oturacaq alfadırsa, bu oturacağı da alfadır. Deməli, üçbucaq DBC, BDC necə üçbucaq oldu? Bərabər yanlı üçbucaq oldu. İndi bu soldakı üçbucağın bu bucağına baxın. Üçbucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Bu üçbucağın neydi o? Göstərdiyim bucaq bu üçbucağın xarici bucağıdır. Ona qonşu olmayan iki bucağın cəminə bərabərdir. Yəni bura olacaq 2 alfa. Bu aydındır. Bu alfaların cəmi buna bərabərdir. Və alfa 45'ten böyükdürsə 2'yə vursam 2 alfa da 90'dan böyükdür. 90'dan böyükdür deməli kör bucaqdır. Deməli A, D, B kör bucaqdır. Yine soldakı üçbucağı tətbiq edirəm. Kör bucaqlı üçbucaqda üçbucaq bərabərsizliyi. Yine soldakı üçbucağı tətbiq edirəm. Kör bucaqlı üçbucaqda üçbucaq bərabərsizliyi. X böyükdür Pifagordan, yəni 12'nin kvadratı topla 5'in kvadratı kiçikdir cəmindən, yəni 12 topla 5. Aydındır. Yəni 13 ilə 17'nin arasındadır. AB'nin en büyük AB'nin soruşur en kiçik tam qiyməti en kiçik olacaq 13 ile 17'nin arasında 14. Deməli bura 6, 10, 5, 3 verilibdir. Sağdakı üçbucaq düz bucaqlı üçbucaq olduğuna görə bura 4 yaza bilərəmmi? 3, 4, 5 Pifagor teoremi. Soruşur bizdən AB'ni. Bura 6 verilibdir. Bura 10 verilibdir. Kosinuslar teoremindən alfanı tapsam məsələ həll olunacaqdır. İndi şahiddə sağdakı üçbucaq, bura alfadırsa burada alfadır, qarşılıqlı bucaqlar bərabərdir. Sağdakı üçbucaq düz bucaqlı üçbucaq olduğuna görə kosinus alfa bərabərdir. Bitişik katetin hipotenuza nisbəti. Yəni 4'ün 5'e nisbəti. Bitişik katetin hipotenuza nisbəti. Aydın oldu bu. Soldakı üçbucağa tətbiq edirəm kosinuslar teoremi. Yəni x kvadratı bərabərdir 6'nın kvadratı topla 10'un kvadratı. Çıx 2 vur 6 vur 10 vur kosinus alfa. Soldakı üçbucağa tətbiq elədim kosinuslar teoremi. X kvadratı bərabərdir
36 topla 100 çıx 12 vurulsun 10 vurulsun. Kosinus alfanı da yerine qoyuram. Hazır 5'də 4 qoyuram. Bu zaman 10 ilə 5 ixtisar gedir, qalır 2. X kvadratı bərabərdir 136 çıxaq 2 dəfə 4-ün 8, 8 də 12-yə vuranda 96. X kvadratı bərabərdir 136-dan 96-sını çıxacağım, olacaq. Deməli 0, 40, eləmi? X də olacaq kök altında 40. Kök altında 40, yəni 44 vuraq 10 kimi 3 kök altında 10 olacaqdır. Bəli, üçbucaqlar mövzusuna aid bu qədər yeni növ suallarımız var. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.